Maşının benzin nasosunda problem olub, yeni benzin nasosuna əvəz ediblər. Gördüyünüz kimi nasos yanıb, əriyib, təmiz. Mühərrikə daha çox ziyan dəymədən nasaz nasosu öncədən necə seçmək olar? Yanacaq nasosunun işi sadə, lakin kritikdir. Yanacağı çəndən mühərrikə daşıyır. Onsuz mühərrik düzgün işləmir və hətta işə düşə bilmir. Sayacağım simptomlar nasosun dəyişilmə vaxtının gəldiyinin xəbərçisi ola bilər. 1. Mühərrik qeyri-sabit işləməsi. Mühərrikin sabit yanacağa ehtiyacı var. Zəif nasos mühərrikin titrəməsinə və qeyri-sabit işləməsinə səbəb olur. 2. Çətin işə düşmə və ümumiyyətlə işə düşməmə. Nasos kifayət qədər təzyiq yarada bilmir, mühərrik işə düşməkdə çətinlik çəkir və ya heç işə düşmür. 3. Ağır yüklənmədə güc itkisi. Yoxuşda, ötmə zamanı və ya ağır yük daşıdıqda avtomobil zəiflik göstərir, normal sürətlənə bilmir. 4. Yanacaq sərfiyyatının artması. Mühərrik düzgün yanacaq qarışığını ala bilmir, buna görə sərfiyyat artır və daha çox yanacaq yandırırsınız. 5. Səndən gələn səslər. Yanacaq sərindən gələn vızıltı səsi nasosun sıradan çıxmasının klassik əlamətidir. 6. Yüksək temperaturda mühərrikin sönməsi. Qızmar havalarda və ya uzun məsafə yürüşlərdə nasos həddindən artıq qızır və avtomobilin dayanmasına səbəb olur. 7. Mühərrik nasazdır işığı. Bu işıq mühərriki düzgün işlətməyən nasaz nasosun xəbərçisi ola bilər. 8. Aşağı yanacaq təzyiqi. Ölçmə cihazı zavod standartlarına nəzərən təzyiqin çox aşağı olduğunu göstərirsə, bu da nasosun zəifliyini təsdiqləyir. Bu simptomlardan hər hansı biri ilə qarşılaşmısınızsa, nasosun xarab olduğunu göstərə bilər. Daha dəqiq diaqnostika üçün servisimizə yaxınlaşın. Hər birinizi gözləyirik.